Tom elində əl vedrəsi və uzun bir fırça səkidə göründü. O, barını gözdən keçirdi. Sifətindəki şən ifadə yox oldu. İş çox idi. Tom fırçanı əlinə alıb işə başladı. Biraz keçmiş Ben Rogers küçənin tinində göründü. Tom hamıdan artıq onun istisnalarından qorxurdu. Tom fırça çəkdiyi yeri bir rəssam gözü ilə nəzərdən keçirib, sonra ehtiyatla fırçanı həmin yerə bir də çəkdi və azca kənara duraraq öz işinə vüqarla tamaşa etdi. Ben dedi. Hə dost, işləmək lazımdır hə? Tom tez ona tərəf dönüb dedi. Ben, sən heç gəldiyini görmədim. Tom, mən gəlirəm çimməyə. Sən gəlmək istəyirsən, yox əşi, sən burada işləyəcəksən, hə? Tom diqqətlə Benin üzünə baxıb soruşdu. Sən iş nə edirsən? Bəs bu iş deyil. Tom yenə də işini davam etdirərək etinasız cavab verdi. Nə bilim, bəlkə iş deyil, amma mən bunu bilirəm ki, bu Tom Sawyer ürəyincədir. Bırak əşi, sən burada işləmək istəyirsən ki? Xoşum gəlir, niyə də gəlməsin? Bizim kimlərə qarı atmaq heç vaxt qismət olmur. Bundan sonra biz sanki Benin gözündə dəyişib başqa şəkil aldı. O, alma gəmirləyindən əl çəkdi. Birdən o dedi. Birdən o dedi. Bura bax, istəyirsənsə ver, biraz da mən ağardım. Sən bacarmazsan. Yox, mən lap səylə ağardaram. Bir ver, mən təcrübə edeyim. İstəyirsən almanın yarısını sənə verərəm. Nə deyirəm? Amma yox, yaxşısı budur, əl vurmayasan. Mən poli xalada çox qorxuram. İstəyirsən almanın hamısını sənə verəm. Tom üzdən könülsüz, lakin ürəyində bərk sevinərək əlindəki fırçanı verdi. Ben yorulub gücdən düşəndə isə Tom kağızdan düzəldilmiş köhnə bir çərpək müqabilində növbəni bir Fisherə satdı. Yorulmuş Fisheri əvəz edən Johnny Miller Tom'a bir ölü sıçovul və